Nevrozla bağlı müraciət edən pasientlərin demək olar ki, hər biri deyir ki, mənim cinsi əlaqəyə olan marağım da itib, yoxdur. İstəyim yoxdur, amma yoldaşım istəyir, mənsə yəni yox deyirəm, mənsə uzaqlaşıram, mənsə xahiş edirəm ki, nə olar. Yəni ki, razılaşsam da bu mənim üçün bir işgəncə kimi olur və bəs bu barədə də mənim çətinliyim var. Necə eləyim, nə edeyim? Bu nətər olacaq? Bu barədə də məsləhət verin. Və belə deyim, yəni istər nevroz olan insan, istər panik ataklar, somatoform pozuntu, hipoxondriya, bu tip pozuntularda niyə bu rast gəlinir? Çünki bu insanlar hal-hazırda, yəni artıq uzun müddətdir ki, onların təşvişi o qədərdir ki, yəni onların elə bilin ki, odaqlanıblar. Onlar fokuslanıblar buna ki, həyatda qalmaq. Yəni mən özümə təhlükəsizliyi təmin edim. Mən bəlirsizliyi aradan qaldırım. Axı daim şübhə içindədirlər ki, narahatdırlar ki, mənə nəyisə olacaq. Yəni başıma nəyisə gələcək və ssenarilər çoxdur, müxtəlifdir. Ağıllarında qurduqları da, yəni ssenarilər çoxdur və hamısı katastrofikdir. Elə bilin, daim bu düşüncələrin içində qalan insan və daim simptomlara fokuslanan insan, bədənindəki simptomlara və əlbəttə ki, təşviş axı simptomu gücləndirir, o da var axı. Və elə bilin, bu qədər təşvişi olan bir insanın, yəni psixika istər-istəməz cinsi əlaqə ilə bağlı olan tələbatı elə bilin söndürmüş olur. Yəni ikisi bir arada, həm təşviş, həm həyəcan, qorxu, həm də həzzlə bağlı tələbat, istək eyni arada olmur. Yəni bu mümkün deyil. Yəni ki, nə baş verir? Yəni simpatik sinir sistemində nədir? Vur, qaç ya da donub qal. Düzdürmü? Sən vurmaq rejimində olanda da mümkün deyil ki, o moment, o an səndə belə bir istək olsun, qaçmaq, yəni ki də çözmək bu məsələni, qaçmaq, nəyisə etmək, düzdürmü? Qaçmaqda da nə var? Enerji sənin qaçmağa yönəlib də, enerji ya vurmağa yönəlir, ya qaçmağa, ya da donub qalmaq. Yəni hər üçünü təsəvvür edin. Bunların üçündə də cinsi əlaqə istək yaranması görürsünüz, uyğunlaşmır, uyğun deyil. Və yəni bu ondan irəli gəlmir çox vaxt ki, yoldaşın özünü, yəni həyat yoldaşını istəməmək deyil burada. Yəni ki, orada müəyyən bir bağ vardı, çoxsunda emosional olaraq burada bilirsiniz necədir? Yəni müşahidə etdiyim odur ki, yəni tam da bir-birlərindən çoxdur uzaq insanlar deyirlər. Müəyyən qədər emosional bağ var, amma tam deyil. Yəni burada ümumiyyətlə deməli bu əlaqədə, bu qadınla bu kişinin əlaqəsində hardasa yolunda getməyən bəzi məqamlar var. Yəni bunun da əslində təsiri var. Düzdür, həmin o həyat yoldaşı çox zaman yəni təlaş içində olur ki, həkimlərə aparır, eləyir, yəni ki, çalışır bu vəziyyəti normallaşdırsın, stabilləşdirsin. Yəni hansı deməli partnyorda nevrozdursa, onu sağaltmağa çalışır digər partnyor, düzdürmü? Amma ki, əlbəttə ki, burada çox incə məqamlar var, onlar onun gözündən qaçır. Düzdür, çox vaxtı anlayışlı davrananlar çoxdur. Yəni gözləyirlər, anlayırlar, gec-gec yaxın dururlar. Amma bu da münasibətin içində gərginlik yaratmış olur, nə olursa olsun. Və belə deyim, bunu da qeyd edim ki, maraqlı orasıdır ki, yəni ümumiyyətlə bu pasientləri hamısını hələ bir araya götürsən, onları cəmləşdir. Onların yəni ümumi bir xüsusiyyət var onlarda. Ümumiyyətlə əvvəldən çox elə də cinsi əlaqəyə meylləri, istəkləri elə də çox deyil idi.
açıqlamasını da nədir burada? Ümumiyyətlə, bu əlaqəyə müəyyən qədər necə baxılır? Utanc verici bir şeydir. Hardasa iyrənc, hardasa biraz təhlükəli. Yəni kimdə əsasən hansı fikir, hissiyat var da bu cinsi əlaqə ilə bağlı? Birində utanc hissi daha aşırıdır. Birində iyrənmək hissi, birində məsəl üçün təhlükəlidir, birdən elə o an mənə nə isə olar, birdən cinsi əlaqə zamanı mənim halım, vəziyyətim dəyişər. Yəni təhlükəlidir deyə bu baxımdan da baxılır. Yəni bilirsiniz, cinsi əlaqə nədir? Libido, yəni libido ümumiyyətlə enerjidir, düzdürmü? Həyatla bağlı enerji. Həyatla bağlı enerji müxtəlif olur da. Onlardan da biri, yəni cinsi əlaqə. Yəni bu da bir enerjidir, düzdürmü? Əgər insanın enerjisini tamamən təşviş ələ keçiribsə, yəni burada artıq bu enerji, seksual enerjiyə yer qalmır. Və düz deyil də, bəzi insanlar istəyirlər ki, özlərini məcbur etsinlər, hətta edənlər də hələ çox da az deyil ki, yəni eybi yoxdur, bir tər dişmə sıxıb, mən bu cinsi əlaqəni yaşayım və yəni də ailəni qorunmaq xətrinə. Yəni özü-özünə baskı etmək, təzyiq göstərmək də, yəni onsuz da bu insanlar gərginlikləri aşırıdır. Bir də bunu yaşamaq onlar üçün, yəni ki, daha təşvişin, simptomların daha da sonradan çoxalmasına gətirib çıxarır. Deməli, nə vaxt bu enerji insana, bu istək insana həm qayıdır, həm ümumiyyətlə çox ola bilər, əgər əvvəldən də az idisə, ümumiyyətlə, deməli, o daxildə olan o müəyyən inanclar var, müəyyən bu ssenarilər var. Yəni ki, mənim həyatım belə olmalıdır, mən bu cür insanam, yəni ki, həyat yoldaşıma qarşı bu cür olmalıyam. Bunlar məsələn və bir də ümumiyyətlə də nevrotik tip şəxsiyyətdir də, düzdürmü? Hər şeyə belə qərarsızcasına yaxınlaşır. Burada çox özdəyər aşağıdır. Yəni kompleks şəkildə, yenə də indi burada mümkün olan nədir? Terapiya, düzdürmü? Yəni insanın həmişə deyirəm, özündə fərqindəlik çox olanda, nevrotik tip insanlarda fərqindəlik çoxdur əslində. Amma bu fərqindəlik çox zaman onların işinə yaramır. Çünki niyə yaramır? Çünki ha tərəfdən necə yanaşsınlar? Axı təşviş, gərginlik çoxdur. Ona görə geniş biraz düşünə də bilmirlər. Dərində düşünüb, yəni belə praqmatik yaxınlaşsınlar bu məsələlərə. Bu ümumiyyətlə nevrozla bağlı bütün ümumilikdə problemə. Yəni özləri üçün baş etmək müəyyən qədər çətindir. Amma özləri də var ki, necə deyim sizə, ümumiyyətlə tutalım ki, nevrozdan azad olurlar, tamamilə tutalım ki, panik ataklardan özləri də kəşf edirlər də, axtarırlar, araşdırırlar, özlərini analiz edirlər, belə, tutalım, düzdürmü? Bunu elədi, bunları eləyən insan neynir? Təşvişindən yavaş-yavaş azad olur, düzdür? Təşvişdən sən azad olduqca bu bəlirsizlik, ay Allah başıma nə isə gələr, yəni də kimdə nədir də, biri gün ərzində neçə dəfə təzyiqini ölçür, biri deməli, necə deyim sən, deyir ki, yenə gedim müayinəyə, yenə gedim kardioloqa, biri gün ərzində pulsunu ölçür, ürək döyünməsini ölçür, nəbzi də deyək. Yəni, belədir ki, yəni bu təşviş azaldıqca, yoluna düşdükcə, istər terapiya ilə, istər insan özü bunu müxtəlif yollarla eləyəndə, bütün o istəklər yenidən qayıdır. Və ümumiyyətlə nə qədər çox insan öz üzərində çalışırsa, nə qədər çox bu psixoterapiya davam edirsə və diqqətlə yanaşılırsa pasient tərəfdən, diqqətlə
hər bir nüanslara toxunulursa, yenə də burada qavrayış da önəmlidir. Burada avtomatik düşüncələr, burada inancları da önəmlidir. Burada insanlarla olan ünsiyyətdə sənin nə dərəcədə iştirak etdiyin, nə dərəcədə öz fikri yönəltdiyin, yeritdiyin. Yəni məqamlar çoxdur. Bir çox şeylər, bədənlə nə qədər sən çalışırsan, meditasiyalar, nəfəs məşqləri, burada relaksasiyalar müxtəlif. Yəni mümkün olan nə varsa, burada tək insan zehni ilə burada tək çalışmaq əlbəttə ki, lazım deyil. Yəni kim ki istəyir bu vəziyyətdən özü çıxsın, düzdürmü? Burada tək tək qavrayışla, tək zehinlə çalışım yox. Burada yəni bədənə yönəlik də texnikalar olmalıdır. Yəni gün ərzində nəfəs məşqləridir, meditasiyalardır, biraz idmandır, biraz havada gəzişməkdir. Yəni yenə də nə bilim suyun altında biraz üzgüçlük və yaxud üzgüçlük də olmasını, yəni o qədər nevroz olan insanlar, pasientlər deyirlər ki, ay hamama da girə bilmirəm, hamamda da çox qalmağa qorxuram, ay birdən orada nə isə olar. Yəni bunların yavaş-yavaş, balaca belə aşmaq bunları. Yenə deyirəm, yəni bir sözlə fərqi yoxdur hansı yolla. Təşvişdir, bu daim olan həyəcandır, qorxudur, xəstəliklərlə bağlı, başıma nələrsə gələcək onlarla bağlı. Ya əziz, indi birinin təşvişli insanları ümumiyyətlə də tutalım ki, təşvişli fobik və yaxud təşvişli depressiv insanlar. Onlarda da nədir? Ümumiyyətlə çoxdur qorxularda. Tək özləri ilə bağlı deyil, yəni işləri ilə bağlı, əzizləri ilə bağlı, həm də sağlamlıq. Ümumiyyətlə təşviş, yəni həyatın hər bir sferasına sıçrayıb da belə deyim. Və bu gedəndən sonra təşviş azaldıqca təbii olaraq bax bu istək təzədən gəlir və əvvəldən az idisə, əvvəldən birində biraz daha çox, birində daha çox yaranmağa başlayır. Yəni bu mütləqdir. Ay mən bunun üstünə gedim, ay özümü məcbur eləyim, yox. Ümumilikdə elə bil də belə loru dildə desək, elə bil canıva bir rahatlıq gəlməlidir, bir sakitlik olmalıdır, bir huzur tapmalısan ki, səndə bu cür təbii tələbatın da ortaya çıxsın. Niyə axı nevrozlar görürsünüz, bir də görürsən, yaxşı yatmır, yemək yaxşı yeyə bilmirlər, iştahları da yoxdur, maraq yoxdur da, heç yeməkdən belə həzz almır. Həzz məsələləri ümumiyyətlə sıfıra enib də, heç nə bilim bahar gəlib, quşlar oxuyur, nə bilim çiçək, nə bilim güllər açır. Yəni baharın çox nə bilim gözəlliyi, o sözlə onu ifadə eləmək asan deyil də. Yəni sevinmirlər də heç nəyə. Ürəkdən sevinmək yoxdur. Düzdürmü? Həzz ala bilmək, bax bu bastırılıb, o qədər itib ki, artıq təşviş heç eləyib də bastırıb bunu. Ona görə təşviş elə bil yuxarıdadır, həzz almaqla bağlı nə duyğular varsa hamısı aşağıdadır. Təşviş gəlir ensin ki, bu yuxarı qalxsın. Baxın belə, əslində mexanizm budur. Əslində ümumiyyətlə bütün insan bir mexanizmla müqayisə etsən, başa düşürsən ki, burada hansısa detal çalışmır. Burada hansısa detal ləngiməyə başlayıb. Çalışmayan detalı başlayırsan çalışdırmağa. Längiyən detalı başlayırsan biraz sürətləndirirsən. Nəyə ki, daha sürətli işləyir də onu biraz ləngidirsən. Yəni, necə deyim sizə, kənardan baxa bilmək öz vəziyyətinə. Təşviş gələndə təşvişi həmən bastırmağa çalışmaq, həmən o qorxularının nə isə eləmək. İnanın, təşvişin içində sadəcə qalmaqda ümumiyyətlə hansısa bir ağır duyğu, qəzəb gəlir tutalım sənə. Yəni qəzəb başqa pozuntularda çox rast gəlinir də, daha klaster bir o isterikdir, borderline, narsist, antisosialdır. Yəni ağır duyğular gələndə insana negativ, onların içində qalıb
dözüb elə bilin ki, onlar haqqında düşünmək ki, yaxşı məndə bu hissi nədir ortaya çıxaran? Axı bu hiss mənim içimdə yaranıb. Bu mənlə bağlıdır. Bəs nə yaratdı bunu? Bax, bunu bu hissin içində qala-qala analiz etdikcə, düşündükcə, anladıqca, hələ bunları edə-edə bu prosesin içində artıq bu ağır duyğu yavaş-yavaş azala bilir. Amma bunu biraz uzun elirsən, bax o hissdən qaçmaq da qoymur heç vaxt çözə biləsən özündə olan bu pozuntunu, kriteriyalarını azaldasan da. Yəni o duyğu qorxudur da sizi. Sizin özünüzdə olan duyğular sizi qorxudur. Yəni təşvişiniz sizi daha da çox təşvişə salır. Bildiniz necə? Qəzəbli insanların qəzəbini nə yaradır? Nəysə bir qorxusu var da, qorxusu var ki, nəyisə itirər, nəyisə istədiyi kimi getməz, biabır olar, nə bilim, aləm dəyər bir-birinə, nəyisə qəzəb oradandır ki, olmasın bəzi şeylər, nəyisə baş verməsin. Düzdürmü? Və oturub o qorxularını fikirləşəndə, yaxşı, mənim qorxum nə qədər əsaslıdır, nə qədər əsassızdır, əsaslıdır belə, tutalım ki, tutalım baş versə nə olar ki, sonra mən nə addımlar ata bilərəm ki? Yəni duyğunun içində qalıb, onunla, necə deyim sizə, əməkdaşlığımı etməkdəyim, onunla birləşib, baxmaq, içində də o duyğunun qalıb, baxmaq ki, nədir də, bu nə duyğudur belə? Mən neyniyə bilərəm bununla? Mən niyə bununla, bu niyə məni bu qədər idarə edir? Mən öyrənməliyəm artıq bunu idarə etməyə, çünki bu mənim həyatımı əlinə keçirib. Yəni o duyğunu idarə etməyi öyrəndikcə, necə öyrənsən, yenə də o duyğudan qaçmayanda, ən gözəli qaçmamaqdır. Ən gözəli qaçmamaqdır və anlamaq ki, bunu mənim öz psixikam yaradıb da, psixika mənə aiddirsə, bədən mənə aiddirsə, yəni Allah da mənə zehn verib də, dərrakə verib. Mən bunları hamısını çözə bilmək potensialım var əslində. Və bunu hər bir insan dərk etsə ki, məndə bunları çözmək potensialı var. Nə bilim, baxın belə, növbəti videonu mən belə eləyərəm də yəqin ki, bax o ideya indi hələ mənə gəldi. Bax, məhz o ağır duyğu gələndə, məhz təşviş gələndə, artanda, o qorxuları, mən yəni itirir başını insan. Dəhşət ona. Təşviş çox böyük qorxu yaradır onda. Onlarla o an tam da əvvəldən sona qədər o duyğunun içinə hələ bir duyğu gəldi, onun içində qaldın, onun axıra qədər yatana qədər sən neyniyəsən? Belə, təxminən demək istədiklərim buydu bugün. Yəni, cinsə əlaqəyə bağlı istəyin olmamasının səbəbi ancaq odur ki, yəni insan hal-hazırda, yəni tamam başqa mexanizmlar burada elə bil hərəkətə keçib də. Təşviş hər bir şeyi əlinə keçirib, bütün insan həyatını. Təşviş getməyincə, yəni təşvişi rədd eləməyincə, azaltmayınca tamamilə heç kəs təşvişdən qurtula bilməz. Hamımızda təşviş az-çox var. Ondan tam qurtulmayınca, yəni bu deməli normaya qayıtmır da. Belə, bu qədər, sağ olun.